Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq Sənaye Energetika Naziri, Azərkimya Dövlət Şirkətinin prezidenti və Milli Məclisin 3-cü çağırış deputatı olmuş akademik Məcid Kərimov pensiyanın azaldılmasına etiraz edərək Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. DSMF-nin araşdırmasına görə deputat fəaliyyəti ilə bağlı ona 4226 manat artıq pensiya ödənildiyi iddia olunur və sonradan aparılan təkrar hesablamada deputatlıq səlahiyyət müddətinin tam 5 ili əhatə etmədiyi əsas gətirilərək əvvəlki hesablamada səhv olduğu bildirilib. Nəticədə aylıq 5858 manat əvəzinə 6631 manat ödəniş edildiyi və artıq ödənilmiş 4226 manatın geri tutulmasına qərar verildiyi açıqlanıb. Məhkəmə də pensiyanın yenidən hesablanmasını və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılmasını qanuni hesab eləyib. Yanlış hesablama dövlət qurumunun səhvidirsə, artıq ödənilmiş məbləğin vətəndaşdan geri tələb olunması hüquqi və sosial baxımdan nə dərəcədə əsaslıdır? Qlobal İnfoza danışan vəkil Mehman Muradlı deyib ki, kim olmasından asılı olmayaraq istər nazir, istər Milli Məclisin üzvü, istərsə də sıravi vətəndaş hamının hüquqları var. Onun sözlərinə görə şəxs aldığı əmək haqqına uyğun sosial müavinət və pensiya almaq hüququna malikdir. Səhv hesablanıb, artıq ödəniş edilib və vəsait geri qaytarılmalıdır. Yanaşması absurd bir məsələdir. Mülki qanunvericilik məsələyə fərqli yanaşır. Orada əsassız varlanma anlayışı var. Qanuni əsas olmadan vəsait əldə edilməsi. Amma bu halda dövlət orqanı özü etiraf eləyir ki, səhv hesablayıb və vətəndaşa ödəniş eləyib. Belə olan halda vətəndaş niyə məsuliyyət daşımalıdır? Məsələnin digər tərəfini də düşünək. DSMF müəyyən eləyir ki, artıq ödəniş olub və həmin şəxs ertəsi gün vəfat eləyir. O halda pulu kimdən alacaqlar? Belə hallarda yalnız gələcək ödənişlərin düzgün hesablanması barədə yeni qərar verilə bilər. Amma artıq ödənilmiş vəsaitin geri tələb olunması məntiqsizdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.